Dua etmənin insana faydaları haqqında danışmaq istəyərdim. Biz dua edən zaman bizim bədənimizdə bir sıra dəyişikliklər olur və bu dəyişikliklər insan üçün çox faydalıdır. Deməli, dua təbii ki, Allah üçün olur. Bir valideyn övladları üçün eləyə bilər, övladlar valideynləri üçün, yaxınları üçün dua eləyə bilər. Ən çox dua etdiyimiz daha çox Allah üçündür. Və biz dua edən zaman bizim bədənimizə bir dəyişikliklər əmələ gəlir. Deməli, kortizonun miqdarı düşür aşağı. Bizim bədənimizə bir sakitlik hökm sürür. Biz Allah qatında acizliyimizi başa düşürük və yumuşalırıq. Belə deyərdim ki, bir savaş modundan çıxırıq. Daha bir acizanə görkəm alırıq. Və bu bizdə əsəblərimizi sakitləşdirir. Kortizon istehsalını azaldır. Bizi gərginləşdirən bir sıra endokrin və sistem şirələrini azaldır. Və biz yumuşalıb, belə deyərdim ki, daha həlim bir insana çevrilir. Ümumiyyətlə, dua edən zaman insan özünü çox rahat hiss edir. Bunu bir praktikamıza bir yoxlayın. Ya istər yağış yağanda, ya istər azanla iqamə arasında və yaxud da ki, namazda hər salamdan qabaq və yaxud da ki, namaz vaxtı səzdə anında bu duaları eləyəndə insan biraz yüngülləşir, rahatlaşır. Və bu zaman insanda çoxluq şəkildə xoşbəxtlik hormonları istehsal olur. Bu xoşbəxtlik hormonlarının istehsalı olan zaman insana çox, belə deyərdim ki, rahatlaşdırıcı və ağrı kəsici bir effekt əmələ gəlir. Xoşbəxtlik hormonlarının istehsalı olan insanlarda gələcəkdə bir sıra xəstəliklərdən özünü sığortalamış olur. Çünki xoşbəxtlik hormonlarının özü elə həm də güclü antioksidantlardır. Və bu antioksidantlar da özü də bizim bədənimizdə əmələ gələn, kiçik vaxt deməli, tez-tez əmələ gələn sərbəst radikalları elə vaxtında neytrallaşdırır. Yəni, elementar bildiyimiz bir şey, yəni dua, görün nə qədər faydalıdır. Duanın ucadan olunması o insan üçün o qədər də faydalı deyil. Çünki insan duanı rahat şəkildə və hamıdan çəkilərək bir küncə Allahla eləməlidir. Və o dua edən zaman Allahla öz danışığını hiss eləməlidir ki, Allahla danışır. Və qəbullamalıdır ki, Allah Taala bunun danışığı, hər bu insanın danışığını eşidir və bu insana bir əncam çəkəcək. Və biz xəstələndiyimiz zaman da bundan istifadə edərək bol-bol dualar eləməliyik. Və bol-bol duaları həm özümüz üçün, həm yaxınlarımız üçün etdiyimiz zaman bizim burada bir ən gözəl, belə deyərdim ki, Peyğəmbər s.ə.v-in bir gözəl hədisi yada düşür. Deyir, özün üçün və qardaşın üçün və yaxud da yaxının üçün etdiyin dua bu dünyada da olmasa, axirətdə gəlib yerini tapacaq. Bax, bunu biz rəhbər tutaraq bol-bol bir-birlərimizə dua eləməliyik, bir-birlərimizin duasını qazanmalıyıq və bu dua bu dünyamızda da olmasa, inşallah axirətdə öz yerini tutacaq. Yenə də hamımız üçün bir dua eləyək ki, Allah bizim xalqımızı qorusun, ümmətimizi qorusun, millətimizi qorusun, Allah hamıya can sağlığı versin, borçlulara əda versin, xəstələrimizə də sağlamlıq versin. Amin. Selamun aleyküm və rəhmətullah.